Okay, guys. Now we are going to check about tests which are 19th grade tests. 9-cu sinif testlərindən gəlin birlikdə baxaq. Deməli, burada əvəzliyə aid tapşırıqlardır. İlk sualımız waitress. Waitress nədir? Ofisiant deməkdir. Waiter və waitress'in fərqi nədir? Waitress qadın ofisiantdır. Waiter kişi ofisiant. Altından xətt çəkilmiş sözə əvəzlik yazırıq. Baxaq, deməli qadındırsa biz orada nə edərik? Kişi olan variantları çıxarıq, yəni B-ni çıxarıq. Daha sonra sorry. Okay, B-ni çıxarıq, uşaqlar. Sonra deyir onlar. Axı waitress qadın ofisiantdır, cəmlik deyir bu. Sizi çaşdırmasın. Y ilə C də gedər. Qaldı ya A ya da D. Uşaqlar, yadınızda saxlayın. It's olanda hər zaman özündən sonra isim gəlməlidir. It ilə itsin ən böyük fərqi budur. It's-dən sonra hər zaman isim gəlməlidir. Bill nədir? Check. Check-dən sonra isim var. Yəni bu özü isimdir də. Bunun yerinə it yazırıq. Amma bunun özündən sonra noun olsaydı, it yaza bilərdik. Ona görə özündən sonra noun yoxdur deyə biz burada A variantını yazırıq. Keçdik 26-ya. David asked the waiter to bring juice. Uşaqlar baxırıq. Waiter ofisiant deməkdir. Kişidir, düzdür? Kişidirsə burada qadın olan və cəmlikləri silirik. Yəni A variantı silinər, B variantı silinər, C variantı silinər. Ya D-dir ya da Y-dir. Juice meyvə şirəsidir. Meyvə şirəsidir. Bring var. Bring nədir? Gətirmək. Feildir, düzdür? Feildən sonra obyekt əvəzliyi gəlir. Obyekt əvəzliyi gəlirsə demək işlənəcək it. Obyekt belə yadımızda saxlayırıq ki, sonu sılsız olanda itdir, söz öndən sonra gəlir. Lakin D-də itsdir. Bayaq dediyim kimi itsdən sonra isim gəlməlidir. Juice-dan sonra deməli isim gəlməlidir. İsim yoxdur, ona görə də D variantı getdim. 27-yə baxırıq. If you don't buy trousers, I'll buy. Uşaqlar, hər zaman yadınızda saxlayın. Trousers, clothes, socks, earrings, spectacles, glasses, bunlar hər zaman cəmdə olan isimlərdir. İki tərəfdən ibarətdir şalvar sözü. Ona görə hər zaman cəmdədir. Ona görə biz burada təklikləri silirik. Təklik bir dənə A variantıdır. Bu çıxdı. Sonra baxırıq. I will buy. Buy nədir? Almaq. Almaq hansı nitq hissəsidir? Feildir. Feildən sonra obyekt əvəzliyi gələcək. Baxırıq obyekt əvəzliyi gələn variantlarımıza. O da bir dənə B-dir. Всё. Z deyil, it deyil. It var, amma ki iti niyə götürmədik biz? Çünki trousers cəmdədir. Bizə lazımdır cəmlik. It odur. Axı şalvarı gətirmək bizdə ingiliscə şalvarlar nəzərdə tutunlar belə deyir, yəni ona görə it olmaz. Çünki it cəmliyi bildirir. It yaza bilərdik. Məsələn, book olsaydı it yaza bilərdik. Next one. 28. I don't need scissors. Deyir, mənim scissors-a ehtiyacım yoxdur. Uşaqlar, scissors da hər zaman cəmdədir. Çünki qayçıdır. Qayçının da iki başı var axı. Ona görə yenə burada tək görürük bir dənə Y variantında. Y variantı getdi. May take. Take nədir uşaqlar? Götürmək. Feildir, düzdür? Feil isə biz burada obyekt işlətməliyik. Obyektə baxırıq ki, həm it obyektdir, həm də them. İndi biz it yaza bilərik mi? Yaza bilmərik. Nəyə görə? Çünki scissors cəmliyi bildirir. Cəmliyi bildirirsə, ona görə gedər, qaldı D variant. Deyir ki, mənim deyir, scissors-a ehtiyacım yoxdur, sən onu götürə bilərsən. Yəni, onları götürə bilərsən də belə başa düşək. Nəyi götürmək deyirsə, biz ona əsasən qoyuruq sözümüzü. O da baxırıq ki, cəmliyi bildirir. Ona görə zem yazırıq. 29. Park is famous for collection of water birds. Okay. Bu park deyir məşhurdur. Nələri ilə? Waterbird su quşları ilə kolleksiya, su quşlarının kolleksiyası ilə isimdir. Düzdür? Nöqtələrdən sonra gələn sözümüz isimdir. İsimlə işlənən burada bir var. A variantı var, C var, Y var. Bunlar isə deyil. Baxırıq. Sizcə A, C yoxsa Y olar uşaqlar? İndi baxırıq parka. Park cəmlik deyil, təklikdir, düzdür? Bir dənə parkdır. Parks yazılmayıb, R yazılmayıb, bir dənədir. Ona görə də biz burada istifadə eləyəcəyik Y variantı, yəni it's olacaq. Don't leave scissors on the table. Are very sharp. Baxırıq, yenə scissors uşaqlar.
qayçıdır. Qayçıdırsa, cəmlik bildirirsə yenə tək getdi, bu getdi, bu getdi, bu getdi, qaldı ya A ya da C. İndi baxırıq uşaqlar, burada da ar var, çox asandır. Ar varsa deməli Z olar da. Bu da gedər. İtlə iz işlənməlidir çünki. Test işləmək ən asan yolu çıxdaş eləməkdir uşaqlar. Elimination üsulundan istifadə etsəniz sizə çox rahat olacaq. Sonra 31. Why don't you want to buy trousers? Yenə trousers'dır. Deməli nələr gedir? A getdi, C getdi. I don't find fashionable. Deyir, mən onu fashionable, zövqlü görmürəm də. Nəyi sizcə təkdə olan bir şey qoyarıq, yoxsa cəmdə? Trousers cəmdədir də, düzdür? Yenə cəmlikdirsə, nə olar sizcə burada? İti çıxarıq. Z-m də yaza bilərsiniz, Z də yaza bilərsiniz. Çünki ikisi də cəmliyi bildirir. İndi gəlin əsas fərqə baxaq. Deyir, mən onu zövqlü görmürəm. O zövqlü görmürəm yox. Daha doğrusu onları zövqlü görmürəm olmalıdır. Onları, I. Mən də sizə izah eləmişdim ki, hansı sözlər idi təsirliyi qəbul edən? Object pronoun. Yəni, them, us, me. Deməli, qalacağımız D variantı. I don't find them fashionable. Əgər burada nöqtələrdən sonra gəlsəydi isim, onda biz götürərdik asılı. Heç variantlarımızda asılı da yoxdur. Z də bilirik ki, ancaq cümlənin önündə işlənir. Sonunda işlənə bilməz. Ona görə bu variantda gedir. Sonra 32. If you listen to all advice, will you help you to succeed? Deyirsən, bütün məsləhətləri dinləsən, o sənə kömək edəcək. Aha. All. Deməli, biz burada baxırıq. Advice sözünü uşaqlar yadımızda saxlayırıq. Advice sayılmayan isimdir. Sayılmayan isim hər zaman təkdə olur. Deməli, təkdədirsə biz ora Z yaza bilərik, ikinci tərəfə yaza bilmərik, getdi. Z yaza bilərik, ikinci tərəfə yaza bilmərik, getdi. It's yaza bilərikmi burada? Yaza bilmərik. Nəyə görə? Will köməkçi indiksiyasıdır, yəni zamanı bildirir, belə deyək. Acıq şəkilçisidir. It's-dən sonra isə isim gəlməlidir. Ona görə getdim. It's demişik ki, özündən sonra isim tələb edin. Ya D'dir, ya da Y'dir. İndi baxırıq. If you listen to all her advice, it will help you. Yoxsa hers olar sizcə? Hers necə isim, necə əvəzliyi idi? Müstəqil. Yəni, absolute form idi da, müstəqil. Müstəqildən sonra isim gələ bilər, gələ bilməz. Ona görə Y variantı getməlidir. Qaldı D variantı. Sən deyir, onun bütün məsləhətlərini dinləsən, o sənə kömək olacaq uğurlu olmaqda. Deməli, her yaza bilərik. Nəyə görə yaza bilərik? Çünki advice sözü isimdir. İsimdən her işlənə bilər. Her dependent form, asıl əvəzlikdir. 33. The guests raised their glasses and wished him good luck. Baxaq. Guests necə isimdir? Cəmlikdir. Heç mənasını bilməyin. Baxın ki, sonunda s var, düzdür? Deməli, cəmlikdir. Amma mənasını bilsək daha yaxşı olur. Guests qonaq deməkdir. Guests olanda isə olacaq qonaqlar. Guest özü qonaqdır. Guests olacaq qonaqlar. Qonaqlar varsa burada A gedər, Y gedər. Nəyə görə? Çünki qonaqları hi ilə əvəz edə bilmərik ki, hi bilir ki, təkliyi bildirir də. Ya B-dir, ya C-dir, ya da D-dir. Raise their glasses. Gəlin baxaq. Glasses sözdə bayaq izah eləmişdim. Trousers, glasses, socks, shorts. Bunlar hər zaman cəmliyi bildirir. Çünki iki hissədə ibarətdir. Eynək sözdə bilirik də iki hissəlidir. Ona görə də bu da cəmliyi bildirir. Cəmlə ola biləcək də bir dənə C variantı var. B də olmaz itdir. D də olmaz itsdir. Itsdən sonra bu arada dediyimiz kimi həmişə isim gəlməlidir. Sonra are, ben, scissors, or. Gəlin baxaq. Or var. Daha doğrusu nöqtələrdir. Və özündən sonra heç nə gəlməyib. Yəni isimlə işlənənlər çıxarıq. Yəni C gedər, maydan sonra isim gəlməlidir. Axı yordan sonra isim gəlməlidir, getdi. Ya A-dır, D-dir, ya da Y-dir. Baxırıq indi. Ben, scissors. Scissors da bayaq dediyimiz kimi scissors. Qayçı deməkdir. Qayçı sözü ilə həmişə cəmdə olduğuna görə biz listə, zət işlədə bilmərik. Qaldı D variantı. 35. Are Molly's glasses. Glasses yenə eynəklər cəmdədir. Ona görə baxırıq. Biz burada cəm olmayan bir dənə bu var idi.
Yəni 5, bu getdi, bu getdi deməli. İndi baxırıq. My cümlənin sonunda işlənə bilər uşaqlar? İşlənə bilməz. Çünki cümlənin sonunda özündən sonra isim yoxdur. My isimlə işlənməli. 3 də getdi. Yəni bu da getdi, bu da getdi. Qaldı A variantı. Heç o birisi variantlara baxmamışdım. Testdə bu sadə yollarla işləmək olur. 1 4 olmalıdır. Niyə 2 olmaz deyə bilərsiniz. Çünki yourda my kimi dependent formda, yəni asılı əvəzlikdə, asılıdan sonra mütləq isim gəlməlidir.